Hər bir investorun yəqin ki, gecələr yuxusunu qaçıran bir qorxusu var. Bazarın qəfil çöküşü. Düşünün ki, illərlə qurduğunuz portfel bir neçə ayın, bəlkə də bir neçə həftənin içində dəyərini itirir. Bu, təəssüf ki, sadəcə bir kabus deyil, bir çoxları üçün acı bir reallıq olub. Və bu reallığın çox konkret bir rəqəmi var. -57%. Sadəcə bir anlığa bu rəqəm üzərində dayanın. Bu nə deməkdir əslində? Bu rəqəm boş bir statistika deyil, bu 2008-ci il maliyyə böhranında S&P 500 indeksinin nə qədər dəyər itirdiyini göstərir. Yəni, bir çox insanın əmanətlərinin yarıdan çoxunun sanki buxarlandığı bir dövr. Bu, bazarların nə qədər amansız ola biləcəyinin sərt bir xatırlatmasıdır. Yaxşı, bəs belə bir fırtınaya qarşı sığınacaq varmı? Özümüzü qoruya bilərik? Gəlin bu sualın cavabını tapmaq üçün yol xəritəmizə baxaq. Əvvəlcə keçmişdəki bazar enişlərini xatırlayacağıq. Sonra maliyyə qalxanı sayılan hedging və tanış olacağıq, xüsusilə də bəzi maraqlı ETF-lərlə. Onların böhran anında necə işlədiyini görəcəyik və sonda da hər bir investor üçün bir strategiya kitabı hazırlayacağıq. Elə isə başlayaq. Bilirsiniz, 2008-ci il tək bir hadisə deyildi. Kəskin bazar yenişləri təəssüf ki, maliyyə dünyasının ayrılmaz bir parçasıdır. Baxın, 2008-dəki o 57%lik çöküş bir istisna değildi heç də. 2020-ci ildə pandemiya ilə birgə bazar 34% itirdi. 2022-ci ildə faiz artımları texnologiya nəhəngi olan Nasdaqı 33% aşağı çəkdi. Hətta daha kiçik qorxular belə bazarı 17% sarsıda bilir. Yəni bu enişlər maliyyə dünyasının reallığıdır və düşündüyümüzdən daha tez-tez baş verir. Əsas sual isə budur. Növbəti enişə hazırıqmı? Xoşbəxtlikdən bu sualın cavabı bəli ola bilər. Bu enişlərə qarşı bir müdafiə mexanizmi var və bunun adı hedgingdir, yəni risklərdən qorunma. Gəlin sadələşdirək, hedgingi portfeliniz üçün bir sığorta polisi kimi düşünün və bugün biz bu sığortanın çox xüsusi bir növünə, yəni bəzi ETF-lərə, yəni birja fondlarına fokuslanacağıq. Bəzi mənbələrin rəngli ifadəsi ilə desək, bunlar bazarlar sanki cəhənnəmə döndükdə sizi qorumaq üçün yaradılmış cəhənnəm fondları. Yaxşı, bəs bu maliyyə arsenalında nələr var? Gəlin daha yaxından baxaq. Ümumiyyətlə, bu qorunma alətləri iki cür olur. Birincilər quyruq riski fondlarıdır. Belə düşünün ki, bunlar nadir, amma çox böyük zərər verən hadisələrə qarşı bir sığortadır. Yavaşdır, amma müdafiəyə yönəlikdir. İkincilər isə tərs mütənasib ETF-lərdir. Bunlar isə bazarın əksinə mərc edən sürətli döyüşçülər kimidir. Qısa müddətdə ya böyük qazanc gətirə bilər, ya da böyük zərər. Biz bugün 4 əsas aləti analiz edəcəyik. Tile və Chaos bizim yavaş və müdafiəyə yönəlik sığorta fondlarımızdır. SQQQ isə bizim aqressiv döyüşçümüzdür. Nasdaq 100 indeksi düşdükcə o 3 qat yüksəlir. Və bir də TLT var. O isə fırtınalı dənizdəki təhlükəsiz liman kimidir. Çünki çaxnaşma anlarında investorlar məhz uzun müddətli ABŞ istiqrazlarına üz tutur. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin görək, real həyatda, yəni əsl böhran anında bu alətlər özlərini necə aparır? Rəqəmlər yalan danışmaz. Gəlin baxaq. Və budur, cədvəl qarşımızda. Mənzərə demək olar ki, şok edicidir. Baxın, 2020-ci ildə S&P 500 34% çökəndə SQQQ nə edib? 120% qazanc. Bu inanılmazdır. Hətta bizim daha mühafizəkar alətlərimiz Tail və TLT belə təxminən 12% və 21% müsbət nəticə göstərib. Sonrakı enişlərdə də eyni mənzərəni görürük. Bazar qan ağlayanda bu alətlər həqiqətən də bir təhlükəsizlik yastığı rolunu oynayır. İndi bilirəm nə düşünürsünüz. O 120%-i görüb deyirsiniz ki, bir dəqiqə, niyə portfelimin hamısını SQQQ-ya qoymayayım ki? Çox gözəl sualdır, amma cavabı o qədər də sadə deyil. Çünki burada çox böyük bir amma var. Bəli, qısa müddətdə bu alət bir raket kimi uça bilər. Məsələn, bir dəfə ticarət tarifləri ilə bağlı bir qorxu yayıldı və bazarlar bir anlıq çaxnaşmaya düşdü. Və SQQQ bir neçə günə təxminən 100% qalxdı, qiymətini 2 qat artırdı. Möhtəşəm səslənir, elə deyilmi? Amma raket necə sürətlə qalxırsa, elə də sürətlə yerə çırpıla bilər. Xəbərlər dəyişən kimi o 100%lük qazanc sanki buxarlandı. Eyni sürətlə də çöktü. Bu da o deməkdir ki, o qazancları əldə etmək üçün demək olar ki, qeyri-mümkün bir zamanlama dəqiqliyi lazımdır. Və bu bizi bütün bu mövzunun qızıl qaydasına getirib çıxarır. Bunu xahiş edirəm, unutmayın. SQQQ kimi leveraged, yəni rıçaqlı ETF-lər uzun müddət üçün deyil.
Onlar portfeliniz üçün bir sığorta deyil, onlar cərrah bıçağıdır. Yalnız qısa müddətli taktiki həmlələr üçün istifadə olunmalıdır. Yaxşı, bəs bu güclü, amma bir o qədər də təhlükəli alətlərdən necə düzgün istifadə etmək olar? İndi keçirik investorun oyun kitabına. Gəlin bir ssenari düşünək. Deyək ki, qəfil bir xəbər çıxır və Nasdaqın bir neçə günə 6% düşəcəyini gözləyirsiniz. Bu qısa və kəskin zərbə üçün kim daha yaxşıdır? Əlbəttə ki, SQQQ. Təxminən 18% partlayışla cavab verə bilər. Kaos və Teal isə daha mühafizəkardır. Onlar da sizi qoruyacaq, amma daha sakit şəkildə. Yaxşı, bəs ssenari fərqlidirsə, eniş kəskin və qısa deyil, uzun və üzücü bir ayı bazarıdırsa, onda oyun tamamilə dəyişir. SQQQ ilk həmlədə güclü olsa da zamanla öz strukturuna görə dəyər itirməyə, sanki əriməyə başlayır. Uzun müddətli fırtınalarda bizim yavaş amma etibarlı sığortalarımız olan Tail və Kaos və təbii ki, təhlükəsiz liman olan Tail-Tis tirazları daha ağıllı seçimdir. Və bir də ən vacib sual. Bəs hər şey yaxşı olanda, yəni bazar yüksəlirsə, buğa bazarıdırsa, cavab çox sadədir. Bu fondların heç biri lazım deyil. Əksinə, zərərlidir. Çünki onları saxlamaq hər ay sığorta pulu ödəmək kimidir. Sizin gəlirlərinizi yeyəcək. Unutmayın, bunlar yalnız yağışlı günlər üçün çətirdir. Beləliklə, gəlin bütün bunları 4 sadə qayda ilə yekunlaşdıraq. Birincisi, kiçik ayırın. Bütün portfelin cəmi 3-5%, daha çox yox. İkincisi, aləti təhlükəyə görə seçin. Qısa zərbə üçün başqa, uzun eniş üçün başqa. Üçüncüsü, fəlakəti gözləməyin. Heç kim evi yandıqdan sonra sığorta almır, düzdür? Və dördüncüsü, qiymətini bilin. Bu sığortanın bir xərci var və yaxşı günlərdə bunu ödəməli olacaqsınız. Bax, bu diaqramda hər şeyi çox aydın göstərir. Portfelinizin 95%-i sizin əsas, böyüməyə yönəlik investisiyalarınızdır. O balaca 5%-lik hissə isə sadəcə sizin təhlükəsizlik yastığınız, sığortanızdır. Və sonda gəlib çatırıq əsas suala. Bütün bu danışdıqlarımız, bu mürəkkəb alətlər sizin üçün, sizin portfeliniz üçün doğrudurmu? Bəli, onlar fəlakətə qarşı bir qalxan ola bilər. Amma bu qalxanı daşımaq asan deyil. Onun risklərini, xərclərini dərindən başa düşmək lazımdır. Bu qərarı isə heç kim sizin yerinizə verə bilməz. Bu, hər bir investorun özünün cavablamalı olduğu bir sualdır.